Herkese yepyeni videodan salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Geçen videonun yorumlarına yazan Lafereş kardeşimize neydi takip attım dostluq attım dostlar. O da bu videodan sonra dostluğumu qəbul eləyir inşallah. İndi dostlar 2 Kabul üçün son maçımdır və oyunları göstərirəm. Son 2 maçımı göstərəcəm. 2K olmuşam onsuz da. Dostlar maçlar belə gedib. Məsələn mən əvvəl uduzdum. Ondan sonra başladım üçlü hesablaşma, tek hesablaşma oynamağa. Oyunları da göstərirəm. Heç biri bot deyil. Siz baxın buradan. 61.000 kupa. Yəni bot olma ihtimalı var. Tarixçələr var. 2019 məndən əvvəlki oyunçulardır bunlar. Bunu keçdik. Burada özü nə qədər 2000'lər var. 2025 var. Bir dəqiqə baxın. Bu da bot deyil dostlar. Bot olanda bir ski tarixini göstərmək olmur. İndi son oyundan əvvəlki maçı göstərəcəm dostlar. Ondan sonraki maçı göstərəcəm və davam edəcəm dostlar. Hamısında da ortaya girərək maç qazanmışam. Yəni bu oyunda qazanmaq istəyirsə, bu xəritə tam bulluq xəritəsi. İstəyirsə bunun haqqında da sizə məlumatlar verə bilərəm dostlar. İlk olaraq mən bunları tam belə fightları göstərmək istəyirəm sizə. Mən burada ortaya girirəm. Burada yaxında bul var. Bununla indi birazdan döyüşəcəm bu bulla. Dostlar sizə nə idi? Strateji bilgilər haqqında məlumat vermemi istəyirsə, kupa kasmada necə rahat 2000 kupa eləyə bilərsiniz. Onun haqqında nə idi məlumat vermək istəyirəm dostlar sizə. Mən burada promoya otoya basıram deyə ona görə elə gedir dostlar. Yoxsa o elə getməz heç vaxt. O mənim səhvimə görə elə olur. Ondan sonra ona nə idi? Baz öldürən vaxtı mən araya girəm və beləliklə bul öldürürəm. Yoxsa bul birisi 7 yük, normalda 3 yüklə 7 yük almaq üçün ulti üstünə aksesuarı basaraq ala bilərsiniz. Amma normalda belə aksesuarınız olmadan, dondurucu aksesuarınız olmadan alınmır dostlar. Dostlar biraz videolar nə idi gec gəldiyinə görə üzrlü sayın. Bəzi işlərim çıxmışdı, ona görə video biraz gəlmədi bu həftə. Yoxsa bildiyiniz ki mən video çəkəcəkdim. Burada dostlar ikisini də öldürürəm və 9 yük olan qalır oyunda son bir nəfər. Son bir nəfəri axtarmaya gedirəm. Son bir nəfər də elə Mendidir. Yo, Mendy deyil, adı Maze'dir. Və dostlar bu da mənim 2000 kupam olur. Amma hələ Azərbaycanda 465-ciyəm. Yəni gör necə çox kasılıb bu karakter. Bunu öldürürəm və oluram 999 kupa. Burada da göstərəm istəyirsinizsə. Oyundan əvvəlki oyun indi göstərəcəm. Burada tam belə xəritədə də var. Savaş oyunçusunda. Neçə kupa alıram? 1999 kupa. Ondan sonraki oyun birinci olan və 16 kupa aldım. Min üstü elə 2 tane karakterin ilə mən 2020 kupa kasmışım. Burada da o fightlara promo keçim daha. Burada bul var idi. Oyunun başında nə idi istəyirsə oyunu tam belə analiz eləməyə sizə kömək eləyə bilərəm. Yo, o təkrar girəndən sonra başlayacağım. Orada dostlar ilk olaraq oyundakı bulların sayına baxırsınız. Bir dəqiqə burada fight oldu. İndi bu fight'ı göstərim tam dəqiq. Mən burada bura girirəm. Bura girməzdən əvvəl bu onun bilirsiniz ki, alan mənzili çox yüksəkdir. Mən burada fight'a getmirəm bilirsən, döyüşmürəm. Mən biraz dayanıram orada. Ətrafa baxıram. Orada bu məni vura bilərdi amma bilmirəm, nədənsə vurmadı. Ondan sonra bu burada çox zəif oynayır. Əslində orada Mikon'u öldürə biləcək dərəcədir. Dostlar bilirsiniz ki, bu yaxından elə bil nə idi? Bir dənə bombası elə onsuz da 1000 neçə can apar. Və buradan hesablayaq, tam görülmədi buradan hasar, amma yenə də göstərə bilərik dostlar. Burada əslində mən görürmüş, mən elə bilirdim bu burada deyil. Ona görə özümü qorumağa çalışırdım. Ondan sonra bu iki almaq üçün elə bil oyunun başında əgər bununla Spike fight eləməsəydi, elə bil döyüşməsəydi, biz indi nə idi 2000 kupa olmaya bilərdim. Bu mənim son oyunum olduğuna görə mən çox stres olmuşdum. Əslində mən dünən kupa kasmamışdım heç. Ondan əvvəlki gün kasmışdım. 1500-dən 1780-ə kimi. Ondan sonraki gündə bir gün səhər də dünən də 1800-ə kasmışdım. 1800-dən də elə bir gün səhər 1800-dən promo 1990-a kasdım dostlar. Axşam vaxtı tapa bilib video atdığıma görə üzrlü sayın. Normalda mən gündüz atacaqdım. Ondan sonra burada bulu öldürüm deyə bulu öldürmürəm burada. Bulu kesit verə. Biraz çıxıram nə idi, bulu özüm göstərəm, ondan sonra inirəm. Ya da yox, bilmirmişim. Eləyirəm axı mən. Mənim yadımda elə qalıb, hə, da belə eləyirəm. İndi səndə mən burada nə idi, bu var imiş, mən bunu tam görməmişdim. Burada əslində biz rahat bu bəni öldürə bilərdi, əgər düzgün oynaya bilsəydi.
Amma bu deyəsən məndən 1 səviyyədə 2 səviyyə azdır, ya 9 səviyyədə, ya 10 səviyyədir. 10 səviyyə olduğuna əgər orada ultini ilk o basmasaydı, yəni o gəlməzdən əvvəl bilsəydi ki, mən oradayam, məni rahat öldürərdi. Amma bildiyinə görə mən oradayam, ona görə məni öldürə bilmədi. Və bu orada məncə pis oynadı dostlar, ona görə uduzdu, yoxsa oyunun başından birinci ola bilərdi. Və bəzi belə video taktikləri istəyirsə yorumlara yaza bilərsiniz. Özü yəni takım olmaya da, takımdan iştirak eləməyə də, yəni 2000 kupa olmağı bacarıram. Özü 2 dənə karakterim 2000 kupa eləmişəm. Yəqin ki 2000 kupa haqqında nəsə bir öz bilgim var. Ondan sonra 70 dənə karakterim də 1000 kupadır. Yəni əgər istəyirsinizsə 2000 kupa haqqında necə rahat kasılar, hansı oyun modlarından istifadə eləməyibsə, hansı taktiklərdən istifadə eləməyibsə kömək eləyə bilərəm dostlar. Sağ olun dostlar. Gələn videolarda görüşənədək sağ olun.